Bugün də çox gözəl, dəyərli bir həkim qonağımız var. İstəyirəm onu sizə təqdim edim. Tibb üzrə fəlsəfə doktoru, parazitoloq, laboratoriya mütəxəssisi, həmçinin qidalanma üzrə mütəxəssis Turan Axundova bizlə bərabər. Bugün isə parazitologiya haqqında danışacağıq. Parazitologiyada hansı xəstəliklər var, diaqnoz və müalicə üsulları necə olur və müalicə nə zaman müddətə nəticə verir? Bu barədə bizə çox suallar verirsiniz. Hamısını bizim dəyərli mütəxəssisimiz, tibb üzrə fəlsəfə doktoru Turan xanım cavablayacaq. Buyurun doktor. Çox sağ olun sualınıza görə. Maraqlı sualdır, aktual bir sualdır. Çünki istər böyüklər, istər uşaqlar hamı bundan yoluxa bilir. Demək olar ki, parazitlərlə yoluxmanın müxtəlif üsulla müayinəsi var. Əgər fekal oral yolla, yəni ağız boşluğundan yoluxma varsa, biz bunu mədə-bağırsaq sistemində axtarırıq və bunun ilkin müayinəsi olaraq nəcisin ümumi müayinəsi nəzərdə tutulur. Düzdür, nəcisin ümumi müayinəsini hər laborator düzgün etməyə bilir. Bunun istər qoxusundan, istər müayinəsindən bəzi mütəxəssislər də çəkinə bilirlər və axtarışlarımız müxtəlif fərqli nəticələr verə bilir. İkinci olaraq, bu tibbdə belə qızıl standart götürülüb ki, nəcisin özü 3 dəfə götürülməlidir. Bəli. Gün aşırı olmaqla və yaxud 3 gün fasilələrlə 3 dəfə yoxlanılaraq bağırsaq mühtəviyyatlarının fərqli mühtəviyyatında fərqli qurd yumurtalarına belə aşkar oluna bilər. Yalnız qurd yumurtalar deyil, biz parazitlər axtardıqca funksional orqanizmə baxış aparırıq. Çünki tək qurd invaziyaları problemlər törətmir. Qurd invaziyalarının qoyduğu bir fəsadlar nəticəsində də anemiyalar baş verə bilər, saç tökülmələri baş verə bilər, vitamin azlıqları baş verə bilər və bunların hər birinin fəsadı da məhz parazit ola bilər və biz bunu axtarmalıyıq. Tamamdır, biz qida sistemində bunu axtardıq, lakin eləsi var ki, elə qurd müayinələri var ki, exinokok deyilən qurdlar var ki, bunlar bizə ikincili olaraq yoxdur. Biz bunun üçün əsas orqan deyilik, yəni biz onu sadəcə yaşaması üçün, böyüməsi üçün vasitə olan orqan insan sayıldığımız üçün o bizdə yoluxur və hər hansı bir orqanımızda kislər əmələ gətirə bilər. Biz nə nəcisin ümumi müayinəsində bunu aşkar edə bilmərik. Mütləq qaraciyər yoxlanılmalıdır. Kislər aşkarlamaq üçün beyin tomografisi çəkilməlidir, əgər bunlara bir şübhəmiz varsa. Və yaxud elə qurdlar var ki, toksokara dediyimiz qurdlar var ki, bunlar bizim dərimizdən yoluxa bilər. Ayaqyalın əgər tropik zonalarda, isti yerlərdə gəziriksə də, əsasən tropik ölkələrdə bu çox yayılıbdır, Azərbaycanda çox azdır. O zaman biz dərinin altındakı qurdları araşdırmaq üçün artıq seroloji müayinələr, immunoferment analizlərinə üstünlük verməliyik və parazitoloji müayinələrdən artıq nəcisi axtarmamalı və mədə-bağırsaq sisteminə baxılmayacaqdır. Belə. Sonra müayinələrdən dedik, qan müayinəsindən istifadə olunur, PCR müayinələrindən istifadə olunur, seroloji müayinələrdən istifadə olunur və əsasən birinci növbədə xəstənin özü ilə kontakt qurmalıdır. Həkim çox suallar verməlidir. Çünki bir parazit axtarmır. Biz bir neçə parazit növlərini axtarmaq üçün o klinik əlamətlərdən yapışırıq ki, hardan müayinəmizi başlayabilirik.